Görünüşü ilə Tbilisidəki tarixi bir tikilini xatırlatsa da bura Bakıdır. Gəlin sizə Mərdəkanla Şüvəlanın sərhədində yaradılan kiçik Gürcüstanı göstərim. Yayın isti günlərində buranın yaşıl və kölgəli həyəti çox qəşəngdir. Adam həyəti görüb içəri keçmək istəmir. İsti təndir çörəyi elə daş fırındaca bişirilib masalara göndərilir. Amma manqalda bişən xaçapuri çörəyi kölgədə qoydu. Pendiri bax belə axaraq süzülən bu nemət həqiqətən çox əla idi. Ümumiyyətlə məkanın mətbəxi möhtəşəmdir. İstər abxazuri, istər burek, istər şefin öz tapıntısı olan mepuri, çıkmeruli, tabaduri, nə bilim, hamısı özünə görə dadlı idi. Sularına qədər Gürcüstandan gəlir, Kobi. Bir Gürcüstan azərbaycanlısı olaraq mənim üçün qışla yayın fərqi yoxdur. Xəngəldən ilin bütün dövrlərində zövq alıram. Ah, nə gözəldir. İçi dolu ət. Xəngəl bulağından su içirəm. Yəni əsl xəngəl belə olur. Bu nədir? Bunlar nə ediblər kişi? Ağır yeməklərdən sonra qəşəng samavar çayı ilə məclisə son nöqtəni qoyduq. Məkanın qəşəng banket zalları var. Canlı ifaları olur. Mərdəkan, Şüvəlan zonasında yaşayanlar buranı mütləq yadda saxlasın. Xali Xinkali şəhərin yeni Gürcü brendidir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.